Salam uşaqlar. Bu videoda sizin üçün belə bir məsələni izah edəcəm. Deməli, düzbucaqlı şəklində əkin sahəsidir və onun kənarlarına ağaclar əkilməlidir və ağaclar arasındakı məsafə bərabər olmaqla neçə ağac əkilər soruşur. Deməli, düzbucaqlı formasında dediyinə görə mən bura bir dənə düzbucaqlı çəkirəm. Düzbucaqlının eni 56-dır, uzunluğu isə 70-dir. İlk öncə 56 və 70-ə əbob tapmaq lazımdır. Deməli, 56-nı 2-yə böldükdə 28, 2-yə böldükdə 28-i 14, 24-ü 2-yə böldükdə 7 və 7 sadə ədəddir, 7-yə bölünür 1. 70-i 2-yə böldükdə 35, 35-i 2-yə bölünmür, 3-ə böldükdə 3-ə bölünmür, 5-ə böldükdə 7, 7 sadə ədəddir, 1. Ortaqları seçirik 2 və bir də 7. Əbobu tapanda isə həmin ortaq ədədləri bir-birinə vurmalıyıq. 2 vurulsun 7 bərabərdir 14. Deməli, hər ağacın arasındakı məsafə 14 cm-dir. Amma bizə soruşur ki, ağacların sayı neçədir? Bunun üçün 56-nı da 70-i də 14-ə bölmək lazımdır. 70-i də 14-ə bölmək lazımdır. 56-nı 14-ə böldükdə cavab edəcək 4, 70-i 14-ə böldükdə isə 5. Deməli, həmin düzbucaqlının eninə 4 dənə ağac əkilib, uzunluğuna 5 dənə ağac əkilib. Yəni, bu en hissə var. Bura baxın, 1, 2, 3, 4 dənə ağac buradadır. 5 dənəsi isə burada olması üçün bu küncləri nəzərə almaq lazımdır. Deməli, 1 ağac, 2 ağac, 3 ağac, 4 ağac, 5 ağac. Yenə eyni qayda bu tərəfdə də 1, 2, 3, 4 ağac burada var. Yenə 1 ağac, 2 ağac, 3 ağac, 4 ağac və 5 ağac da burada. Ümumi ağacların sayını soruşur bizdən və biz bu ağacları saydıqda neçə dənə ağacımız oldu? Əlbəttə ki, 16 dənə ağac var. Və yaxud da yenə küncləri nəzərə alsaq, burada biz 4 dənə ağacla 5 dənə ağacı topladıqda edir 9. 9-un 2 mislidir, yəni enlə uzunluq bərabərdir 18 və küncləri çıxdı 16 edir.